Salam hörmətli izləyicilər. Vişnevka sevənlər, Vişnevka sevənlər. Buzovna ərazisi, Vişnevka, Ayda Park. Nə zəng eləyirsiniz ki, Ayda Parka istəyirik, yaxın olsun. Nətərdir? 3.2 sotun içində zibilə baxırsınız, boş şeydir, yəni yığışdıracaqlar bunu. Prosta çatdıra bilmədik, çatdıq gəldik, gördük ki, bəs hələ zibilə aparmayıb, dedik bəlkə çəkməyək, sanuzeldə həyətdə. Deməli, dedim mən yox çəkək, çünki qiymət münasib, evimizin fasad vidi gözəl, kabançıq daşlı üzlənilib, böyük vitrajlı pəncərələr, sənət qaydasında kopça çıxarır, torpaq da, evdə. 4 otaqlı da, 3 yataq otağımız. İndi deyirsiniz ki, baxırsınız ki, nə bilim, baseyni yoxdur, hələ yoxdur, canın sağ olsun. Qiymət 165 min, baseyn istəsəm deyə bax, bunu çəkirsən bax bura, burada baseyn, hovuz da salmaq olar. Vəssalam. Bu tərəfdə hasarın hündürlüyü 5 metrdir, həyətin işıqlandırması, evin arxasına keçid. Qardaş, bütün şəraiti var da, bir dənə hovuzu yox. O da ki, istəyirsən uşaqlar üçün naduvlu hovuzlar satılır. Qoy bura, vəssalam. İstəyirsən baseyn, tik, prosta biraz xərci var. Terasımız var, manqalımız var, nətərdir? İşıqlandırma. O da ki, eşitdiyimə görə ora ağac dəkəcəklər, yəni and içə bilərsiniz ki, ağacı da vardır. Nətər dedim? Baxın, hörmətçilər, bura mətbəximizdir. Mətbəxdən də terasa çıxış var. Manqalımız da qəşəng səliqəli manqalımız var. İsitmə sistemimiz kombidir, hasardan yapışıqdır, aralıdır. İsitmə sistemi kombidir. Otaqları da bəyənərsiniz. Deməli, çöldən çölə hamısı bu terasda saysaq 136 kvadrat. Amma evin içi 100 kvadrat metrdir. İpotekaya yararlıdır. Gəl, kim alsa Allah xeyir versin. Çardağa çıxışımız, çöldə qatı zadı vurub, seyf qapı, buyur. Evimiz istipolla təchiz olunub, koridor sistemlidir. Otaqlar koridor hissəsindən paylanılır. Bəli, bəli, bəli. Mətbəxinə baxaq, çox vaxt itirməyək. Açıq rəngdə aboy, divar arası mitlaq, tavanın hündürlüyü hardasa 3.10. Burada belə girişdə güzgü. İndi bu çılçıraqda asacaqlar, ona görə bunun da dedik dəyməsinlər. Qonaq otağımıza baxaq. Qonaq otağımız maşallah futbol meydançasıdır. 8-in 3 yarıma TV stendimiz və hörmətli 3 dənə yataq otağımız. Gəlsən səhv eləmirəmsə ən balaca otağı budur. Hardasa 3 yarımın 4-ə, 3 yarımın 3 yarımı 4-ə, 12 kvadrat. Bura bir yataq otağımızdır, orada valideyn yataq otağıdır. Buyur. Bu, obisi yataq otaqdan böyükdür və bura ümumi sanuzeldir, bir dənə sanuzelına baxaq, maşallah. Aksesuarlar da qoyulubdur, kombisi də var. Yəni bir dənə mətbəx mebeli yığdırarsınız və paltarınızı və işlərinizi gətirərsiniz. Burada valideyn yataq otağıdır. Bax, belə bir pəncərələr hamısı işıqlıdır, işıq düşür. Qabağında maneə yoxdur, gördüyünüz kimi. Qəşəng ev, qiymət 165 min. Endirim olacaq, olacaq. Tək ki, siz gəlin, evimizin fasad vidi. Yəni, bu evdə mən bir dənə çepə tutmadım. İndi baseyn, hovuz sevinlər üçün budur da yəni. Bu baseyn olsaydı, yağın ki, hovuz olsaydı, bu qiymət olmayacaq. 100%, hardasa bir 180-190 min olacaqdı bunun qiyməti. Hovuzu yoxdur, istəyirsiniz, eləyərsiniz, istəmərsiniz. Özünüz bilərsiniz, bütün xəttlər var. İnternet xətti, kamera sistemi. Ərazidə tam yaşayış. Kim alsa Allah xeyir versin, zənginizi gözləyirəm. Bu şansı buraxmayın. Az olur belə evlərdən, sağ olun.